Bakıda kabab setini ilk dəfə verən məkandır. Ailəvi harda otura bilərik sualına cavab gəldi. Ölkədə kababı set şəklində məşhurlaşdıran Caddənin yeni ailə seti var. Deməli burada 3 cür salat, 3 cür məzə, içki olaraq ayran, çiğ köftə, qəşəng pizza və qarışıq kabablar yer alır. Acılı əzməsi və fri kartofu da kabablarla birgə servis edilir. Bu set 4 nəfərlikdir, 75 manatdır və servis haqqı da yoxdur. Caddə kababı set halında verdi. Hamı üçün əlçatan oldu yəni. Caddə gündəlik daimi müştəriləri olan məkandır. Ona görə də qidalarının köhnə olması mümkün deyil. Salatları təzə və ləzzətli idi. Mövsüm salatını belə çox ləzzətli ediblər. Ruhu Amerikalı, özü şəkili Sadiq buranın ən çox lülə kababını bəyəndi. Hətta lüləni pizza ilə birləşdirib yeni dad kəşf etdi. Setin içində bu kababdan heç kim narazı qalmaz. Bu çiğdir, çiğ qaldı bu. Bir dənə köftəni də sevə bilsəydim dərdim olmazdı. Kabablardan demək olar ki, bəyənmədiyimiz olmadı. Adamın üstə Allah var, normal və dadlı idi. Adamın ciyərini dağıdır, çox ləzzətli. Bir daha əmin oldum ki, Caddə ailəlikcə gedilə biləcək ən yaxşı restoranlardan biridir.